Azərbaycan mərasim folkloru Azərbaycan mədəniyyətinin çox vacib bir hissəsini təşkil edir. Mərasim folkloru haqqında ümumi nəzəri fikir belədir ki, ümumiyyətlə bütün folklor nümunələrinin hamısı bu və ya digər şəkildə mərasimlə əlaqəlidir. Yəni, ya mərasimdən yaranıbdır, ya mərasimin içində formalaşıbdır, ya da bu və ya digər şəkildə öz qaynağını mərasimdən götürübdür. Ona görə, yəni mərasim folkloru bir mədəniyyət hadisəsi kimi öyrənilməlidir və indiyə qədər olan mövcud təcrübə mərasim folklorunun yalnız kiçik bir hissəsini öyrənmişdir. Əsas hissəsi, yəni mərasimin sözlü hissəsi ilə mərasimin mədəni kompleksi bütövlükdə tam şəkildə öyrənilməyib. Ona görə də mərasim folklorunun öyrənilməsi, mərasim folklorunun aktual məsələləri əlbəttə ki, çoxdur və bunlar gələcək tədqiqatçılarını gözləməkdədir. Mərasim folkloru deyəndə nə başa düşülür? Bu, ilk növbədə Azərbaycan mərasim folklorundan söhbət gedəndə Azərbaycan milli mədəni kimliyini müəyyənləşdirən bir mədəniyyət hadisəsi kimi anlaşılmalıdır. Çünki bizim milli mədəni kimliyimizin əsas göstəricisi bizim xalqımızın mərasimləridir. Çünki həm mədəni institutlarımız, həm də mənəvi dəyər konseptlərimiz mərasimlərdə qorunur, mərasimlərdə formalaşır və mərasimlərdə yaşayır. Özünün aktuallığını, özünün dinamikliyini, özünün demək canlılığını mərasimlərdə qoruyur. Çünki mərasimin mühafizəkar xüsusiyyəti o içindəki dəyər konseptlərini qorumağa imkan verir. Ona görə də mərasim folklorunun demək qorunması, öyrənilməsi və gələcək nəsillərə də çatdırılması üçün bu sahədə ciddi elmi tədqiqatlar aparılmasına ehtiyac vardır. Mərasimlərimiz az öyrənilmiş sahədir. Eyni zamanda bizim Məhəmməd Hüseyn Təhmasibin, bizim hörmətli mərhum folklorşünasımızın müəyyən araşdırmaları olubdur. Ondan sonra Bəhlul Abdullah bizim yenə mərhum folklorşünas alimimiz, onun da mərasim folklorun araşdırmaları var. Hal-hazırda fəaliyyət göstərən və bizim folklor institutunda çalışan əməkdaşların bir sıra araşdırmaları vardır. Və elə düşünürəm ki, bunlar hər biri dəyərlidir, lazımlıdır. Amma yenə də demək, mərasim folklorunun hələ öyrənilməmiş hissəsi çoxdur. Və bu tədqiqatlar davam eləməlidir. Xüsusilə demək, bizim mövsüm mərasimlərimiz, məişət mərasimlərimiz, bayramlarımız, ənənəvi adət və ənənələrimiz hələ kifayət qədər öyrənilməkdir. Bunların həm regionlar üzrə öyrənilməsinə, yəni bunun bölgələrdəki xüsusiyyətlərinin müəyyənləşməsinə və bütövlükdə Azərbaycan mərasim folklorunu müəyyənləşdirən əsas dəyərlərin, xalqın içində qorunan adət və ənənələrin yenidən bir daha demək, elmi tədqiqatdan keçirilməsinə ciddi şəkildə ehtiyac vardır. Belə düşünürəm ki, Azərbaycan mərasim folkloru və dünyanın mərasim folklor mədəniyyəti içərisində də özünün layiqli yerini tutur. Ona görə ki, biz dünyaya da demək, mərasim mədəniyyətimizlə eyni zamanda töhfələrimizi veririk. Bizim bilirik ki, məsələn, Novruz bayramımız Azərbaycan ərazisi ilə sıx bağlı olan bir bayramdır və artıq dünyanın bayramı kimi qeyd olunmağa başlamışdır. Və bu cür bizim demək, mərasim mədəniyyətimizin içərisində olan bir sıra mənəvi dəyər konseptləri bəşəri xarakter daşıyır və bütövlükdə Azərbaycan xalqını, onun mənəvi mədəniyyətini çox ləyaqətlə təmsil edir. Xalqımızın mərasim mədəniyyətinin içərisində
öz qədimliyi və tarixi etibarilə ilk növbədə mövsüm mərasimləri xüsusi yer tutur. Bizim mövsüm mərasimlərimiz təbiət hadisələri ilə bağlı olaraq icra olunubdur. Məsələn, qışın yola salınması və baharın gəlişini müjdələyən bizim mərasimlərimiz olubdur. Bunların içərisində xüsusilə çilələr və çərşənbələr bizim artıq mərasim mədəniyyətimizdə demək özünün layiqli yerini tutubdur. Vaxtilə bunlar əlbəttə mifoloji mənada başa düşülübdür. Yəni təbiətə təsir etmək, onu insan həyatı üçün, insanın yaşaya bilməsi şəraitinə uyğunlaşdırmaq üçün ona müxtəlif demək təsirlər göstərmək üçün icra edilmiş bir sıra mərasimlər olubdur. İndi hal-hazırda bunların bir çoxu özünün o mifoloji mənasını və funksiyasını itiribdir və əyləncə formasına düşübdür. İndi biz bunları oyun kimi başa düşürük, əyləncə kimi başa düşürük. Amma eyni zamanda bunlar bizim qədim mədəniyyətimizin yadigarlarıdır ki, bu günə qədər qorunub gəlib çatmışdır. Mərasim mədəniyyətinin digər aktual sahələrindən məişət mərasimlərimizdir. Məişət mərasimlərimiz bizim toy mərasimlərimiz, yas mərasimlərimiz, dini bayramlarımız, bunların hər biri bizim mənəvi həyatımızda xüsusi yer tutmaqdadır və bunların da demək tədqiqatlara cəlb edilməsinə ehtiyac var. Çünki biz bir xeyli müddət bizim dövlət müstəqilliyimiz olmadığına görə bizim milli mədəniyyətimizin bir çox problemləri layiqincə öyrənilməyibdir. Ona görə də biz dövlət müstəqilliyinin bərpasından sonra əsasən bu işləri daha obyektiv, daha düzgün və eyni zamanda xalqımızın milli mədəni maraqlarına uyğun bir şəkildə öyrənməyə başlamışıq. Yəni bunun da böyük bir fərqi var. Yəni müstəqillik dövrü bizim qarşımızda geniş imkanlar yaradıb ki, biz demək keçmişdə öyrənilməyənləri və ya doğru şəkildə öyrənilməyənləri biz yenidən öyrənək, yenidən tədqiq edək, yenidən araşdıraq və bunlar əlbəttə ki, Azərbaycan mərasim folklorunun məsələlərinə də aiddir. Yəni mərasim folkloru müstəqillik dövrünün yaratdığı imkanlarla, dövlətin yaratdığı şəraitlə və dəstəklə indi hal-hazırda demək ciddi şəkildə öyrənilir, tədqiq olunur, araşdırılır və eyni zamanda bunlar canlandırılır, aktivləşdirilir və unudulmaqdan, arxaikləşməkdən, xalqın mədəni həyatından çıxmaq təhlükəsindən də qurtarmış olur. Çünki bu cür dəstək olduğu şəraitdə biz milli mədəniyyəti qoruya bilirik və mərasim folklorunun da qorunması və yaşadılması, gələcək nəsillərə itkisiz və zədəsiz bir şəkildə çatdırılması üçün təbii ki, bizim dövlətimizin yaratdığı imkanlardan indi hal-hazırda biz institut olaraq istifadə edə bilirik və elə bilirəm ki, bu işin daha mütəşəkkil şəkildə aparılması üçün indi yaxşı şərait vardır.